Dostlar, salam aleykum. Hər vaxtınız xeyir olsun inşallah. Əziz dostlar, Allahın izniyle sağ-salamat bu damı da Allahın köməyi ilə yekunlaşdırdıq. Yoldaşlar, bu damın ən çətin hissəsi bu hissəsi idi. Görmüşdünüz buranı öncədən. O formada olan damı bu vəziyyətə gətirdik, çıxartdıq. Əziz yoldaşlar, bu hissədəki çətinliyimiz budur ki, burada tirin tapılması çox çətin idi. Nə formada olacağını belə yerlərdə ustalar çaşırlar. Bərbad vəziyyətə qalır bu hissələr. Buranı gördüyünüz kimi səliqəli formada yığdıq. Bu hissədə də bu istiqamətdə biraz əydik belənsinə, artıqlarını ətəkdə kəsdik. Burada meyilliyi var az belənsinə. Çünki bu istiqamətdə olduğu meyilliyi var burada. Onun üçün də pronastil çevirmişik ki, bu kanallar özü Aranov funksiyasını yerinə yetirir. Az meyillidir, yəni təpələrdən aşmayacaq dərəcədə meyillidir. Və bu hissədə bir dənə də kanal yatır, kanyokun altında. Və tamı-tamına bu damın yığılma qaydası budur. Əgər sizin də fikirləriniz varsa ki, deyirsiniz ki, bu dam belə yığılmamalıdır, zəhmət olmasa fikirlərinizi bildirin. Biz də bəlkə bir şeylər inşallah görürgəndik.